Selamünaleyküm dostlar. Bu günləri yepyeni bir Metro Royal videosuyla karşınızdayım. Axır ki gelişmiş moda girdik və gördüyünüz kimi radiasiya bölgəsi də aktivdir. Gedək birbaşa qapıdan girək, tunelə girməyə ehtiyac yoxdur heç. Oynayaq buradan. Bot nəyə sıxır görəsən? Mənə gördü şu. Yox, mənə güllə atmır. Adam var elə bil orada. Adamdır o. Eynən. Qəşəng. İlk leşlə başlamaq əladır. Botumuzu da alaq. Gedək görək lootunda nə var. Kask yelək varsa əla olar. Bir dənə bizdə olan kask yelək bulardı. Ölsək gedəcək hamısı. Ona görə bizə kask yelək, sunka belə şeylər lazımdır. Nəyim var? 5 səviyyə sunka ehtiyac yoxdur. Qəşəng. Avqumuzu götürək, gedək. Gedək içəriyə yavaşdan oynayaq görək. Kim var içəridə? Adam var, yoxdur. Qabaqdan da səslər gəlir. Tez oynayaq bir dənə. Nə qədər bir-birlərini vurmayıblar. Səs olan yerə gəlib çatdıq. Amma adam görsənmir burada. Bu neydi? Botdur bu heç. Avqla vuraq, mekamızın canı getməsin. Nəysə, gedək içəriyə oynayaq da. Radiasiya bölgəsindən oynayaq. Bunlar imkan verməyəcək mənə. Sən hardasan, hardan? Gördüm sizi. Necə düşmədi deyəndə az vurduq. Yox heç, nəysə bu. Oynayaq görək. Avqla. Rahat alarıq onu. Avqla sprey daha yaxşı gedir, nəinki meka ilə. Adam lootdan doymur. Necə düşmədi o? Bu nə güllə? Sıradan güllədir bu. Paslı güllədir, nədir o? Ayda, mən də bayaqdan deyirəm, niyə düşmür adam? Göstər də nə oldu? Nə oldu? Nə oldu? Bütün vaxtımı alırsan axı mənim. Raşlayacağım mən, raşlayacağım. Gedək görək. Buradan bomba atmaq olursa əladır. Hoppansaq bəlkə çatar, amma bir dənə bomba at daha heyf eləmək istəmirəm. Biraz da yaxınlaşaq. Ağacdan yoxlamaq olar. Güllə vura bilmədim. Məsələn, kişi güllə vura bilmədim. Nəyə görə qaçırsan məndən? Qaç. Nə oldu? Nə bilim, metroda qaç. Klassikdə qaç. TDM-də qaç. Nə oyun oldu? Oyuna qəşəng loot var bu adamın. Kitləri zadları yığaq. Hələ ki təzə başlamışıq oyuna, bizə bunlar lazımdır. Qəşəng. 300 dənə də partlayıcı 762-miz oldu. Çöl təmizlədiyimizə görə rahat gedib radiasiya bölgəsinə girə bilərik. Axır ki içərdən də səslər gəlir. Gedək bir dənə tez bazar oynayaq içəriyə. Görək burada başımıza nələr gələcək. Çöldən yenə səslər gəlir. Mənim canım gedir, niyə? Oyda, yaddan çıxıbdır kurşun astarlı kumaş. O lootlarda deyəndə o bir dənə lootda var idi 5 səviyyə yelək idi ya 4 səviyyə yelək. Onun üstündə olar görəsən kurşun astarlı kumaş. Ondan götürüb girək. Bizdə olan olsa lazımlı bir şeydir. Mən necə yadımdan çıxdı oyuna girəndə ona baxmadım ki. Adam da buradan görsənsəydi ən azından ondan fight atardıq. Nəysə, tez gedək bir dənəsiyə baxaq. Adamın lootuna baxaq. Adam var qabaqda, lootlar tərəfdə. Əlimdə AUG var, yəni hər dəfəsində AUG-la sprey atıram. Fikrimdən çıxır ki,
sıradan mərmilərdir bunda. Kaş elə bayaq götürməzdim abi. Qaçdı kulübəyə tərəf. Okey. Bir kişiyə belə gül ataq ki, yerimizi bilsin. Baxsın bizə. Okey, baxır. Adamın bir dənə başı görsənir. Mən necə ona 2 dənə, 3 dənə əlindən ya da ayağından gül ata bilirəm. Yəni nə bilməyəm, oyunun nə idi o, bug'ıdı mı, nə idi o? Yəni adam bir dənə bildiyim başı görsənir də. Neyse, televizor oynayaq. Bizə lazım olan buradakı lootdur əsas. Adamı vuraq, buradakı loota baxaq. Bombaya düşdün əgər kulübənin yanındasansa. Heç göydə partladı. Bunu heç nə qoymayıb şeysə, yələyin üstünə. Qaçıb gedib ya. 2 dəqiqənin içində hara qaçdın, getdin? Mənim sualıma cavab da verdi. Yəni buradayam. Qəşəng. Gördüm səni. Gördüm. Açığa çıx, biraz da açığa çıx. Alacağım səni. Okey, qəşəng. Can basmamış loot'a getmək istəyirdin sən. Bir dənə gülləyə düşdün. Səndə kask ilə qəşəng bir şey olar burada. Yox, səndə də yoxdur. Neysə, bir. Bəlkə bunda ola. P90 zadı var. Götürə bilsə birini ataq sunkaya. Yox, doludur sunkamız. Okey, problem deyil. Kitləri yığaq. P90 mərmisi yoxdur. Avqumuza qaydaq təzdən. Sıradan mərmiləri ataq, partlayıcılar qalsın. Çox qəşəng. Avqda da nə qədər oldu? 93, 69 nədir o? 43, 69, okey. Qəşəng avqımızda partlayıcı mərmi, 300 dənə yaxın da mekamızda mərmi var. 5 dənə leş almışıq. Radiasiya bölgəsinə girə bilmədik. Əsas problemlərimizdən biri oydu. Nə edə bilərik də? Bugünlük belə olsun. Gələn videomuzda inşallah ki, indi oyunumuz qutaran kimi çıxıb kurşun astarlı kumaşı alaq. Ardından onu taxaq və sonrasında neyniyək? Adına don. Gələn Metro Royal videosunda tam rahatlıqla gələk gəlişmiş bölgənə deyim. Radiasiya bölgəsinə girək. Neyse, indi keçid eləyək çıxışımıza. Çıxışda görüşmək üzrə deyək. Əslində radiasiya bölgəsinə girə bilməmişik də. Burada hardasa şey olur, tank olur. Gedək tankı vuraq. Tankdan çıxan loot'u götürək. Elənsən çıxaq. Bir dənə botu vuraq. Düşəcək arxamızda, sonra başımızı xarab eləyəcək. Getdik. Tankı vuraq. Tankdan çıxan loot'u götürək. Ondan sonra çıxışımızı eləyək. Güman edirəm evi yıxa bilmir də. Buna ikinci fightımızdır bizim. Keçən dəfə daha tez. O nə idi o məsələ? O mənə bir dəfə öldürər axı. Qəşəng arxa farası sokmadı, onu qırdıq. Zirəyi düşdü. Sırf öz canı qaldı. Bir zarrata da öldürməli, atlatmalıyıq uşaq. Qəşəng. 3 dənə mərmi falan atdı da tankdan. Harca 4 dənə mərmi atdı. Partlatdıq bunda. Nə var içində? O altın yığını, külçə yığını. O qəşəng. Super. Yəni mən gəlişmiş mod yoxsa hansı mod idi o? Girib oynayırdıq bundan qabaqda. Orada mən heç yarım saat loot atırdım. Bu qədər loot çıxara bilmirdim də, bu qədər dəyərlə çıxa bilmirdim. Bir dənə tankdan buradan verdiyi dəyərə bax, mənim oradan götürdüyüm yarım saatlıq dəyərə bax. Çıxışımıza da çatmışıq. Tez bazar bir dənə çıxaq.
Görək nə qədər pulumuz var. Botu da vuraq. Necə ölmədi o? Necə yəni? Amma bunu öldü deyə bırak. Ölmədi, yenə ölmədi. Başını saldı aşağı. Partlayıcı mərmi deyil bu. Axır ki, nə əziyyət çəkdin? Niyə ölürsən? Ya botların təzdən canında olur, ya nə bilim, o nə idi o elənçinə. Birinci dəfə deyirək ki, ilə qarşılaşıram. Öldü deyə 3 dəfə 4 dəfə bıraxdım mən onu. Qəşəng və əməkdar 5 olduq. 6 dənə klassik sandığımızı alaq. 2 dənə nədir bu? 6 səviyyə zırh paketini aldıq. Qəşəng, qəşəng. Bax tam da mənə lazım olan şeyləri verdi. Kask yelək. Üstümdə olandan başqa yox idi. Əla oldu. Satışlarımızı eləyək tez bazar. O zaman xəncərdir nədir? Onunla bağlı da qəşəng bir şey görmüşəm. Onu da sizlərə göstərməyə çalışacağam. Algımız üstün olmadığına görə satırıq getsin. Bir dənə kask yelək adı yeniləyək. Buradan da məsəl üçün görək nə qədər verəcək bizə burada olan xırdalutlar. 1 milyon. Qəşəng. Yəni orada yəni bir iki xırda para şey vardı. 1 milyon çox idealdır. Palanı da satdıq. Qəşəng. Və videomuzu sonlandırmamışdan öncə bizdən ayarlarımızı soruşanlar olmuşdu. Butonları göstərək butonlarımızı. Butonlarımız bu şəkildədir bizim dostlar. Yəni buradan hardan paylaşırlar. Kodunu da paylaşaq. Böyük simgələrdə oynayıram mən. Tamam. Gördüyünüz kimi, yəni beləncədir kod. Bunu kopyala deyək paylaşaq. Təzədən bura yapışdıraq. Məsəl üçün bir dənə beləncə də istəyirsiniz SS alarsınız. Yəni bu şəkildədir kontrollər. Azmaz belə telefondan qalma bir şeydir belə deyim də. Yəni mən telefonda oynadığım kontrolləri biraz açmışam bu şəkil, yəni sağa sola eləmişəm falan. Yəni tam olaraq belə bir şeydir. Yəni keçən shorts videosunda soruşanlar olmuşdu. Dedim gələn videoda göstərəcəm. Ona görə burada göstərirəm. Və bir videomuzun daha sonuna gəldik. Videonu bəyəndinizsə bəyənməyi, kanala abunə olmağı unutmayın deyirik. Gələn videolarda görüşmək üzrə. Bye bye.